kişilikdən danışıram. Ne olur be ama? Beyazlar kim eləyənməzsən ama. Bir dəqiqə sən mənə qulaq as, qulaq as. Mən sən kişi kimi söz verirəm. Sen hiç olmasa kişiliğinden danışma. Bəs değil. Başa düşmədim, mən niyə kişilikdən danışıram? Ne olur be ama? Beyazlar kimi çıxıb stolsa rəqqasəlik eləyir. Göbər rəqs oynayıb sonra çıxıb televizorda qeyrətdən danışırlar. Mən niyə kişilikdən danışmamalıyım? Ha, kimlə nə edir ya? Peki onlar ne 5 dəvərindən boşa sonra çıxıb televizorda möhkəm ailə münasibətlərindən danışır. Ne oldu? Mən niyə danışmamalıyım? Ha? Anasını aparırlar. Kimsəsiz qadınları evinə qoyub gəlib ana muğamını oxuyurlar. Onda ayıp olmur. Mən kişilikdən danışım da ayıp olur. Ne olur be? 5-10 borcum var deyim kişilikdən danışmamalı ya. Talih, 5-10 manat yox, 60 bin manat. Laf olsun 60 bin borcum var pis. Mən 60 bin borcum var. Mən çatırıq kişilikdən danışıram. Kişilik eləyənməzsən.